Bu kadrın müddəti cəmi 5 saniyədir. Vəzir kəşfiyyatdan qayıdır. Əlində düşməni saman təki qıran pulemyot, sinəsində Göyçə mahalında müsahibə vermək arzusuyla döyünən ürək. Və həmişə belə olacaq. Hər dəfə növbəti kəşfiyyat əməliyyatından qalib çıxacaq. Düşmənə gözlənilməz zərbələr endirəcək. Onu bu torpaqda rahat gəzməyəcəyi qorxusuyla yaşamağa məcbur edəcək. Düşmən vəziri görəndə titriyəcək. Ölümünün yaxınlaşdığını görərək səsini çıxara bilməyəcək, onun qarşısında dizlər əsəcək. Bu, vəzirin, əsl Azərbaycan əskərinin yolu olacaq. Bu yolda o həmişə şəhid olacaq, amma heç vaxt ölməyəcək. Torpaq, vətən, Azərbaycan da belə igidlərin, nərlərin hesabına yaşayacaq və bu, Azərbaycanın ən böyük qələbəsi olacaq.